Salam hər kəsə. İndi isə istəyirəm gəlin birinci qrupların suallarının izahına baxaq. Deməli, burada deyilir ki, birinci sualda glisin əmələ gətirdiyi tetrapeptidin nisbi molekul kütləsini hesablayın. Glisin əməlini baxın sizə verib 75 və tetrapeptidin kütləsini istəyir. O zaman birinin kütləsi 75 isə tetrapeptiddə 4 dənə glisin olacağı üçün 75-i 4-ə vurursunuz. Bu da eləyir 300. Və tetrapeptid əmələ gəlirsə, buradan 3 molekul su ayrılır. Həmin o 3 molekul suyun kütləsini çıxmalısınız 300-dən. 300-dən çıxırıq 54-dür və yerdə qalır 246. Yəni, burada cavabınız olur Y variantı. Sonra, baş oksidin formulu XO3 olan elementin hidrogenli biləşməsinin formulunu müəyyən edin. Baş oksidi XO3'dürsə, burada X elementi 6 valentli olur. Bu X'in 6-cı qrup elementi olduğunu göstərir bizə və 6-cı qruplarda da hidrogenli biləşmədə hidrogen zaten bir valentlidir. X'in valentliyini tapmaq istəyirsə, demişdik ki, belə bir qaydamız var. 8-dən elementin yerləşdiyi qrupun nömrəsini çıxaraq tapmalısınız. 8-dən də 6-nı çıxıram. Demək, X burada 2 valentlidir. O zaman çarpıcı şəkildə valentləri indekslərə qoysaq, formulumuz olur XH2, H2X. Baxın, bunu götürəcəksiniz. Belə. Sonra 63. Oksiləşdirici 15 moldur reduksiya edicini bizdən soruşur. Gəlin, baxaq, burada oksiləşmə dərəcəsi dəyişən elementlər hansılardır? Biri azotdur, -3-dən müsbət 2-yə doğru gedib. Oksigen də 0-dan -2-yə gəlir burada. Deməli, azot -3-dən müsbət 2-yə gəlir. Oksigen də 0-dan gedir -2. Bir dəqiqə, mənfi yox, müsbət 2 idi. Hə, bu da -2. Burada elektron sayını tapsaq, azotda heç bir indeks yoxdur. Bu olacaq -5 elektron. Reduksiya edicidir, elektron verib. Burada da plus 2 elektron olmalıdır. İndeksdə olduğuna görə bəsit maddənin indeksini nəzərə almalısınız və olacaq 4 elektron. 5 və 4 qeyd edirsiniz və sonra da yerlərini dəyişirik. 4, 5 olur. İndi yenə diqqət etdiyimiz məqam hansı idi? Baxırıq, indeksi harada nəzərə almışıqsa, əmsalı ora qoyuruq. Ona görə də oksigen əmsalını 5-i bura yazacaqsınız. 4 də azota düşəcək. Bura, elə burada 4 düşəcək. Ondan sonra hidrogen burada 12 oldu deyə burada 6 düşəcək. İndi oksigeni yoxlayırsınız son olaraq. 10 oksigen burada, 4, 6, 10 dənə də burada var. Demək ki, düz əmsallaşdırmışsınız. Reduksiya edici kim idi? Reduksiya edici burada azot idi və onun da əmsalı 4 mol, nə deyir? X hesablayın. Nə istəyir bizdən? Mol sayını istəyir. Hə, oksiləşdirici 15 olarsa reduksiya edici hesablayın. Oksiləşdirici burada oksigen idi. 5 olanla reduksiya edici 4 idi. Yəni 5-də 4-dürsə 15 verib bizə. 15-də də Y, bu da yiyəcək 12. Deməli, bu neçə 63-cü sualda cavabımız oldu. A variantı 12. Sonra 64 deyir ki, hansı reaksiyadan karbon 4 oksid alınır? Karbon 4 oksid nə deməkdir uşaqlar? Yəni karbon burada 4 valentlidir. Karbon dioksid. Beynəlxalq nomenklatura ilə desək. Karbon dioksid, yəni karbon qazı harda alınır? Burada uşaqlar, karbon qazı alınan C variantıdır. Burada amonyak, karbon qazı və su alınır. Burada dəm qazı alınır. Bu birli spirtlərin aldehidlərə reduksiyasıdır. CO plus H2, C plus H2O, burada da su qazı alınır. Burada da CO plus H2O alınır. Yəni karbon qazı alınır C variantında. Sonra hansı reaksiya gedir? Baxaq, bu reaksiya getmir. Əsasi oksid əsaslarla qələvlərlə reaksiyaya girə bilməz. Karbon qazı oksigenlə reaksiyaya daxil olmur. Ondan sonra amfoter oksidlər su ilə reaksiyaya daxil olmur. Turş oksidləri reaksiyaya daxil olur, amma CSMO2 istisnamız idi. Su ilə reaksiyaya girmir. Su ilə burada kalsium oksid əsasi oksiddir və sulfat turşusu ilə reaksiyaya daxil olacaq. Əsasi oksidlər turşularla asanlıqla reaksiyaya girir. 66. 19 kalium müsbət ionunda proton və elektronların sayını hesablayın deyir uşaqlar. Proton gözümüzün qabağındadır, 19'dur. Elektron taparkən protonun sayından yükü çıxmalısınız. Yükünüz neçədir? Müsbət 1. 19'dan 1'i çıxacaqsınız və burada elektron sayı olacaq 18.
Deməli X 19-dur, Y də 18-dir. B variantını götürürsüz. Sonra 67. Amonyak hansı maddələrlə reaksiyaya daxil olur deyir. Karbon qazı ilə girəcək və karbamid əmələ gəlir buradan. Amonyak özü əsasi xassələri olduğuna görə əsaslarla reaksiyaya daxil olunur. Amma turşularla reaksiyaya daxil olur və birləşmə reaksiyasında amonyumun duzları buradan əmələ gəlir. Doğru variant 1, 3, D variantıdır. 68-də deyir ki, mis xlorid duzunun tərkibindəki katyon məhlulda hansı maddə ilə təyin olunur? Katyon kimdir? Mis və mis 2 müsbət. Bunu biz qələvi ilə təyin edə bilərik. Mis hidroksid alınacaq. O da mavi rəngli çöküntüdür. Ona görə də yeni götürürsünüz burada. Sonra 69-da deyir ki, hansı ifadələr karbon qazı üçün doğrudur? Karbon qazı turşu oksididir. Qələvi məhlul ilə reaksiyaya daxil olacaq. Bəli. Zəhərli qazdır. Xeyr, zəhərsizdir. Havanın tərkibində də var. İyisizdir, rəngsizdir. Karbamid istehsalında bəli, amonyakla reaksiyasından alınır. Karbamid ona görə də tətbiq olunur. Yanır, yanlışdır. Dəm qazı yanır, amma karbon qazı yanmır. Deməli, doğru oldu. 1 və 3. Sonra 70. Deyir ki, propan üçün doğrudur. İzomeri var, yox. Bunların izomeri, propan, quruluş izomeri və s. yoxdur deyə ümumiyyətlə yoxdur götürürük. Sinif arası izomeri zaten yoxdur. Quruluş izomeri ola bilərdi, amma propanda yoxdur. Sonra 1 molu 22,4 litr qaz halındadır deyə düz deyir. Mayakında ikili karbon var. Bəli, propan budur. Uşaqlar CH3, CH2, CH3. Və bunda ikili karbon atomu baxın budur. Ona görə bu da doğrudur. 2 və 3 doğrudur. Götürürsünüz. 71. Hansı maddələr cütü arasında məhlulda reaksiya axıra qədər gedər? Axıra qədər getməsi üçün burada baxaq görə nə verib? Əgər bizə duz əsas, duz veribsə, baxmalıyıq ki, bu reaksiya daxil olanların hər biri suda yaxşı həll olan maddə olsun. Alınan maddələrdən də ən az biri, yaxud da ikisi də çöküntü olmalıdır. Turşu gələrsə duzun üzərinə, bu zaman turşudan aktivlik sırasına baxırıq ki, üzərinə gəldiyimiz turşu o duzun tərkibindəki turşunu çıxara bilsin, aktiv olsun yanından. İndi birincidə bizə verib duz və əsas. Bunlar reaksiyaya gedəcək, bəli. Və buradan barium SO4 alınacaq. Barium SO4 də çöküntü olduğuna görə bunu götürürsünüz. Axıra qədər gedəcək. İkinci, natrium karbonatının üzərinə sulfat turşusu gəlir. Burada ucu turşu gəlibsə, aktivlik sırasına baxırıq ki, bəli, sulfat turşusu, karbonat turşusunu duzundan çıxara bilir. Ona görə də bu da axıra qədər gedəcək. Sonra, üçüncü, mis nitrat, kalium xlorid. Bunlar ikisi də həll olur. Amma alınan duzlar mis xlorid və kalium nitrat da ikisi də suda həll olduğuna görə çöküntü alınmır deyə reaksiya axıra qədər gedə bilmir. Bunu götürə bilmirik. Dəmir sulfat H xlor. Bu dəfə də turşu gəlib yenə. Amma bu reaksiyada getmir. Niyə görə? Xlorid turşusu zəif turşu olduğuna görə buradan SO4-ü çıxara bilmir. Deməli, axıra qədər gedər 1 ilə 2. Sonra 72. Hansı reaksiya getmir deyir. Uşaqlar, burada getməyən elə A variantıdır. Çünki alkanlar hidrohalogenləri üzərinə birləşdirmir. Ümumiyyətlə, doymuş karbohidrogenlər olduqlarına görə hidrohalogenlərlə H klor, H brom, H və s. reaksiyaya daxil olmurlar. Bunlara baxaq. Bu, uşaqlar, birləşmə deyil. Bu, əvəz etmə reaksiyasıdır. Ona görə də gedəcək. CH4 və su. Bu da reaksiyaya daxil olacaq. CO plus H2 əmələ gəlir. Burada da nitrat turşusu birləşir həlqəyə. Nitrobenzol alınır. Bu da polimerləşmə reaksiyasıdır. Yəni bunlar reaksiyaya daxil olur. Getdik. 73. Ali karbon turşusu. Ali karbon turşusunda uşaqlar karbon sayı çox olur da bilirsiniz. Stearin turşusu ali karbon turşularına aiddir. Sonra dəmir hidroksid və H-xlorla reaksiya yazıb. Alınan duzun nisbi molekul kütləsi 144-dür. Demək, buradan 3 dənə duz əmələ gəlirlər uşaqlar. 1 mol ferrum H3 götürəndə. Ferrum, xlor 3 ola bilər. Bu zaman 3 mol H xlor götürülür. 3 mol H xlor. Sonra ferrum OH2 xlor ola bilər. Burada 1 mol H xlor götürülür. Bir də dəmir OH xlor 2 ola bilər. Burada da 2 mol H xlor götürülür. Bu duzların emirlərinə baxırsınız, hansının kütləsi 144-dürsə, o da olacaq sizin cavabınız və bu duzun
kütləsi 144 olduğuna görə demək ki 2 mol H-klor götürülüb burada. Onda da cavabımız olur D variantı. Sonra burada nə deyir? Karbon oksigen reaksiya edib karbon qazı əmələ gətirir və baxırıq ki, reaksiyanın 400 kilojul istilik ayrılıb. 48 qram karbon yanan zaman neçə kilojul istilik ayrılar? Şərtdə baxıram ki, 12 qram karbon yazıb və 400 kilojul istilik ayrılıb. 48 qram yanarsa nə qədər ayrılar? X. Bu da yiyəcək 4 dəfə çox, yəni 1600 kilojul. Burada cavabımız olur B variantı. Sonra gəldik bura. Deyir ki, eyni mol miqdarında götürülmüş azot və hidrogen arasında baş verən reaksiya zamanı maddələrdən biri tam sərf olunur və 4 mol amonyak əmələ gəlir. Gəlin reaksiyanı qeyd edək. N2 plus H2 alınır buradan 2 mol amonyak. Burada 3 yazırıq. Deməli, bunlar birinci nisbətində götürülür. Uşaqlar 2 mol amonyak əmələ gəlir. Deyir ki, 4 mol əmələ gəlib. Əgər 4 mol əmələ gələcəksə, bunların da molu 2 dəfə artacaq. Bu olacaq 6, bu olacaq 2. Çünki bu 2 idi. 2-də 3-dürsə, 4-də də 6 olacaq. 2-də 1-dirsə, 4-də də 2 olacaq. Reaksiyaya daxil olan miqdarlardır bunlar. Amma bunların hər ikisini eyni mol miqdarda götürüb və deyir ki, ilkin qarşılıqda qazların ümumi mol miqdarını hesablayın. 2 6-dırsa uşaqlar, mən hər ikisini böyük əsasına götürə bilərəm. Yəni hər ikisini 6 götürməliyəm ki, biri tam sərf olsun, biri artıq qalsın. Hər ikisini 2 götürə bilmərəm amma. Niyə görə? Bu tam sərf olunacaq, amma bu 6 olmadığı 2-yə mütləq 6-sı lazımdır bunun. Hər ikisini 2 götürsəm, bu çatmayacaq. O zaman reaksiyamız gedə bilməz. Hər ikisini 6 götürəndə bu tam sərf olunur. Bunun da mənə 2-si lazımdır. 4-ə artıq qalacaq. Ona görə də 6-6 götürürsünüz. Yəni başlanğıcda da ümumi mol cəmi deyəcəksiniz ki 12 moldur. Cavabımız olur burada Y variantı. Sonra 2 qram yodu 60 ml etanolda həll etdikdə neçə qram məhlul alınır? Yodun kütləsi məlumdur. Etanolun kütləsini tapmaq üçün nə edəcəksiniz? Rho bərabərdir uşaqlar. M bölək V. Buradan M-i tapanda Rho-nu vurursunuz V-yə. Sıxlığı Rho-nu verib 0,8. V-də 60 ml-dir. Bunlar da bir-birinə vuranda edir 48 qram. Boldu spirtin kütləsi 2 qram da yod var idi. Cəmləyirsiniz. Ümumilikdə məhlulun kütləsi olur 50 qram. Cavabımız olur Y variantı. Sonra baxırıq 78-ə. P2O5 qaynar su ilə reaksiya məhsulu H3PO4 uşaqlar 100 dərəcə Selsidə gedəndə ortofosfat turşusu alınırdı. Yaxud da qaynar suda görə bilərsiniz. İlıq olarsa temperaturda 20 dərəcə olur. O zaman pirofosfat turşusu alınır. Soyuq olarsa temperatur 0 dərəcə olur və orada da metafosfat turşusu alınır. Deyir ki, X turşusunun natrium metalı ilə əmələ gətirdiyi duzun formulunu müəyyən edin. Natrium ortofosfat turşusu ilə reaksiyaya daxil olanda natrium 3PO4 əmələ gələcək və hidrogen çıxacaq buradan. Yəni cavabımız olur burada Y variantı. Sonra burada nə verib? Karbon qazı amonyak qarışığının ümumi həcmi 89,6 litrdir. Aha, hər ikisi də uşaqlar. Hər ikisi eyni mol miqdarındadır. Ümumi həcmi 89,6-dır. Bunu bölürsünüz 22,4-ə. Mol tapırsınız ki, ümumi mol 4 moluymuş. Hər ikisi də eynidirsə, demək ikisi budur, ikisi də budur da, elə deyilmi? 4-ü yarıya bölürsünüz. İndi deyir ki, qarışığın kütləsini hesablayın qramla. 2 mol karbon qazı var, 88 plus. Deməli, 2-də 17-yə vuran neçə edir? 34. Belə. Bu da yiyəcək, bunları toplayanda 122 qram. Yəni burada mola bölməyə və s. ehtiyac yoxdur. Desəydik ki, qarışığın orta molyar kütləsini tapın, o zaman mollar cəminə bölərdiniz. Amma qarışığın kütləsini qramla istəyirsə, sadəcə molların cəmini vurub kütlələrini cəmləyirsiniz. Cavabımız olur burada 122 qram D variantı. Sonra alüminium hansı maddə ilə reaksiyaya daxil olmur? Alüminium uşaqlar burada reaksiyaya girmiş hidrogenlə, digərləri ilə, bəli, xlorla alüminium xlorid, alüminium sulfid əmələ gətirir. Burada da alüminium xlorid və hidrogen. Burada da natrium alüminat və hidrogen əmələ gəlir. Belə. Keçdik bura. Sabit həcmli qabda baş verən azot plus hidrogen alınır amonyak reaksiyasının sürəti hansı hallarda 8 dəfə artar? Baxaq.
Ümumiyyətlə sürətin deməli neçə vaxtını müəyyən etmək üçün kinetik tənliyi yazmalıyıq. Yəni kinetik tənliyi qeyd edək bu reaksiya üçün. V bərabərdir K vuraq. Qatılığa əsasən hamısında qatılıq verir. Qatılığa əsasən də yazaq. Azotun qatılığı, azotun əmsalı 1 olduğuna görə heç bir qüvvət üstü nəzərə alınmır, yazılmır. Vuraq, sonra hidrogenin qatılığı və hidrogen əmsalı 3 olduğuna görə qüvvətinə də 3 yazırsınız. Belə. İndi deyilənləri nəzərə alaraq hesablayacağıq. Cavab bizə 8 verməlidir. Azotun qatılığını 8 dəfə artıranda. Yəni, bura 8 qoyursunuz. Demək ki, əvvəl belə idisə, bura 8 qoyanda bu 8K olacaq. Deyib ki, 8 vuraq K, vuraq 8N2 vuraq K, vuraq H2 kubu 8 dəfə artacaq. Hidrogenin qatılığını 2 dəfə artıranda 2 qoysanız bura 2 üstü 3. Bu da 8 dəfə eləyəcək. 2 üstü 3 8 eləyir. Ona görə hər ikisini götürə bilirsiniz. Hidrogenin qatılığını 8 dəfə artıranda bu çox böyük eləyir. 8-in kubu 64 vuraq 8, 8-in kubu 64. Yəni daha böyük bir ədəd eləyir. Yəni 8 dəfə artırmır, çox artır sürət. Ona görə də bunu götürmürük. Deməli doğru cavabımız oldu 1 və 2. Keçirik 82-yə. Burada nə istəyir bizdən? Mis nitratın parçalanma reaksiyasının məhsulların mol sayının zamanla asılı qrafiyə əsasən hansı qədər doğrudur? Gəlin o reaksiyanı qeyd edək. Mis nitrat parçalanacaq. Bu pasiv metal olsa da özünü orta aktivlər kimi aparır. Burada metal yox, onun oksidi əmələ gəlir. NO2 və oksigen yaranır. Əmsallara baxsaq, bura 2, burada 2, burada 2, 6 vuraq 2, 12 elədi. 4, o da 2, 6, burada 1, 3 yazırıq, 6, 12 elədi. Belə əmsallarımız bu formada. Aha. Sonra nə deyir bizə indi? 2, 2, ikisi eyni oldu. Nəsə səhv yazmadım. Bir də baxım. Hə, çünki NO2 4 düşür burada. Azot 4 olur. Diqqət eləmədim. 4 var 2, 8, 2, 10. Bu, o zaman buna da 3 yazmağa ehtiyac yoxdur. 12 eləyir zaten. Belə. Hə. Deməli, ən çox uşaqlar azotda olduğu, NO2-də olduğuna görə mol, X də ən yuxarıdadır, görürsünüz. Demək ki, X NO2-dir. Sonra Y ortadadır. Bu da olacaq mis oksid 2 molda. Ən az da oksigendir. Bu da Z-ə uyğun gəlir. İndi gəlin baxaq verilənlərə. Hansı doğrudur deyir. X qonur rəngli qazdır. Bəli, bu doğrudur. Sonra Y duzdur, bu yanlışdır. Z bəsit maddədir, bu da doğrudur. 1 və 3. Yeni götürürsünüz. Burada da keçdik 83-ə. Deyir ki, hansı maddələr barium hidroksid məhlulu ilə qarşılıqlı təsirdə olduqda çöküntü əmələ gəlir. Buradan əmələ gələcək. Çünki orada dəyişmə reaksiyası olanda natrium hidroksid və barium sulfat alınır. Barium sulfat çöküntüdür. Burada barium xlorid və su alınır. Çöküntü yoxdur. Sonra natrium karbonat gələndə natrium OH və barium karbonat alınacaq. Bu da çöküntüdür, barium karbonat. Burada da kalium hidroksid və barium nitrat alınacaq. Burada da çöküntü yoxdur. Nitrat dursun, bütün duzları suda həll olur. Yadda saxlayın. 1-dən 3 götürəcəksiniz burada. Sonra baxırıq növbəti 84-cü sual. Deyir ki, hansı polimerlər polikondensləşmə ilə alınır? Polikondensləşmə ilə alınan uşaqlar enant lipidi, buradan su çıxır. Sonra xlorpiren kauçuk ilə xlorpirenin polimerləşməsidir. Burada kiçik molekul birləşməli maddə alınmadığına görə polikondensləşmə yox, polimerləşmə hesab olunur. Polistirolda elə polimerləşmə ilə alınır, stirolun polimerləşməsindən. Lavsanda da orada su çıxdığına görə tereftalla etilen qlikol arasında baş verir və su çıxır. Polikondensləşmə deyir 1 və 4-ü götürürüz buradan. Sonra 4 mol asetilin tam yanmasına neçə mol oksigen sərf olunur? Asetilin alkinlərə aiddir. Yanma reaksiyasını qeyd edirsiniz. 100 oksigen. Buraya yazıram. Karbon qazı 2 mol və H2O 2, 2, 4, 2,5. 1 molda 2,5 oksigendir. Nə deyim mi? 4 molda nə qədər olar? X.
Bu da 4 dəfə çox, yəni 10 mol edir. Cavabımız olur burada 10. Sonra keçdik bura. Atomu xarici elektron təbəqəsi elektron sayılarını verib 3s2 və 3p5 verib. Sonluğu budur, yəni. Baş oksidinin molekulunun atom sayını istəyir. Uşaqlar, bu element neçənci qrupda yerləşir? Bunu buradan görə bilirik. Son təbəqənin verdiyinə görə elektronları cəmləyirsiniz, 7-ci qrupdur. 7-ci qrupdursa, demək ki, bu oksiddə 7 valentli olacaq. Oksigində 2 valentlidir. Formulu düzəldirsiniz. Valentləri çarpaz yazanda olur x2O7. Və atom sayını istəyir. 2 plus 7 də sizə verir 9. Cavabımız olur burada 9. Keçdik növbəti suala. Hidrogenli reduksiya məhsulu. Etanol. Etanol hidrogen reduksiya məhsulundan etanol aldehid alınacaq. Bir atomlu birli spirtdir. Ona görə 1-ə gedəcək A. Sonra propanol 2 artıq ikili spirtdir. Bunun hidrogenləşməsindən, hidrogen reduksiyasından daha doğrusu alınacaq aseton. Ketonlar alınacaq. O da 3 karbonu olan asetondur. Propan da hidrogenlə reduksiya məhsulu. Elə bilməyin, bu deyir hidrogen birləşdirmək. Reduksiya məhsulu, hidrogenləşmə. Buradan da alınacaq propen. Ona görə bayaq düzəltdim ki, hidrogenləşmə deyil. D variantı olacaq 3-də də. Sonra alkində deyir ki, form uşaqlar, bunlarda CNH2-dir. Ümumi sigma rabitəndə 11 verib. Həmişə deyirik ki, ümumi sigma rabitə bütün yüz birləşmələrdə ümumi atom sayından 1 vaid azdır. Bu da bərabərdir 11-ə. Və burada 3n bərabər 12, n tapırsınız ki 4-dür. Cis trans izomeri də var. Beynəlxalq nomenklatura ilə adını deyir, yazın. Deməli, formulunu gəlin yazaq. Alkendir, 4 dənə də karbon var. Bir də cis trans izomeri varsa, gəlin belə eləyək. Burada 2 qat rabitəni bura qoya bilmərəm. Oy, niyə görə? Çünki orada cis trans izomeri yaranmır. CH2 olur. Bu karbona 2 dənə hidrogen birləşmiş olur. Amma bura qoysam, cis trans izomerlik yaranacaq. Baxın, bu karbonlara bir dənə hidrogen, bir dənə metil, buna da bir dənə hidrogen, bir dənə metil birləşib bu karbona. Ona görə fərqli radikallar olur. Demək ki, buten 2 imiş bu. Yəni buten 1 yaza bilməzsiniz. Beynəlxalq adını soruşur sizdən. Beynəlxalq adı olacaq buten 2. Səmərəli üsulla adı istəyir. Səmərəli üsulla adlandırarkən etilenin törəməsi kimi baxırıq bunlara. Etilen hissəsi buradır və 2 dənə də metil qrupu birləşib. Görürsünüz mü? Demək simmetrikdir özü də. Dimetil etilen deyəcəksiniz. Simmetrik dimetil etilen. Belə. Sonra keçdik 89-a. Nə deyir? 400 qram 10% mis sulfatın suda məhlulunun tam elektrolizinin neçə mol mis və neçə qram qaz alınır? Mis sulfatın gəlin suda məhlulunun elektrolizini yazaq. Burada alınır mis, sulfat turşusu və oksigen. Aha, əmsallara bir baxaq. Ehtiyac varmı? Var. Var. Hara bir əmsal qoysaq düzələr. Deməli. Yazaq bunları. Bura. Yox, 4 yox. 2. Bura bir düşsə. Sonra. Kükürdə görə burada 2. O zaman hidrogen görə burada 2 düşəcək. 8'də 2, 10. Всё, belə oksigende 1. İndi 400 qram 10% deyirsə, gəlin buradakı mis sulfatın kütləsini tapaq. Yəni 400'ün 10%'ini tapıram. 400 vuraq, 10 aşağıdan yazın biraz. Aha. Bu eləyir uşaqlar 40 qram. Burada isə məhlulda görün bunun emeri 160'dır, 2 moldur, yəni 320 qramdır. Neçə mol mis alınır? 320 qramdan 2 mol mis alınırsa, 40 qramdan da yazıram, x mol mis alınır. X də bərabərdir. 8'e böləcəksiniz elə bil ki bunu. Bu da yiyəcək 4'də 1, 0'dan %25 mol.
Sonra deyir ki, neçə qram qaz alınır? Neçə qram qaz deyəndə oksigen nəzərdə tutulur. 32 qram qaz alınıb 320-sindən görürsünüz. Yazırıq ki, 320 qramından 32 qram qaz alınıb. 40 qramından da Y yazaq. Bu da yiyəcək yenə 8 dəfə az. O zaman 8-ə böləcəksiniz. Bunu da yiyəcək 4 qram. 4 qram da qaz alınır. Necə olmuş? Və neçə qram qaz alınır? Hər şey qaydasında da все. İkinci də cavabımız olur. Deməli 4 qram. Belə ümid edirəm ki, aydın olmuşdur sizə. Hər hansı bir problem yaranarsa, sualınız olarsa şərh bölməsinə qeyd edə bilərsiniz. Hələlik.